Qəbul deməli 24 may 2026-cı il. Birinci sualın izahına baxırıq. Deməli, ekvatorial meşələr, qütb səhraları, iynəyarpaqlı meşələri verib bizə. Burada rütubətlənmə əmsalı vahiddən böyükdür. Burada həm qütb səhrasında, həm ekvatorial meşədə, həm də iynəyarpaqlı tayqa meşələrində əmsal vahiddən böyükdür. Ona görə 4-ə 1 gedəcək. 4-ə 1. Aqroiqlim ehtiyatları ilə zəif təmin olunmuşdur. Aqroiqlim ehtiyatı ekvatorial meşələrdə çox yaxşı təmin olunur. Çünki 20 dərəcədən yuxarı temperatur. Amma qütb səhrası və iynəyarpaqlı meşələrdə isə zəif təmin olunmuşdur. Əsasən həmişəyaşıl ağaclardan ibarətdir. Həmişəyaşıl ağaclar həm ekvatorial meşələrdə var, yəni enliyarpaqlı meşələrdir, həmişəyaşıldır, həm də iynəyarpaqlı şam ağacları, məsələn, küknar ağacları. Bunlar da həmişə yaşıl sayılır. Ona görə də 3 gedəcək 2-yə. Sonra ərazisində fəsillər aydın müşahidə edilmir, ekvatorialda edilmir, qütb səhrasında edilmir. 4 gedəcək 1-ə. Günəşin zenitdə olmadığı ərazilərdə yayılıbdır. Günəşin zenitdə olmadığı qütb səhrası və iynəyarpaqlı meşələrdir. Buna da 5 gedəcək 3-ə. Əsas iqlim qurşağında yerləşir. Həm ekvatorial əsasdır, həm iynəyarpaqlı meşələr mülayimdə yerləşir deyə əsasdır. Qütb səhraları da Arktikdə yerləşir deyə əsasdır. Hər üçünə aiddir deyə. Ona görə də 6 gedəcək buna. 1, 6 mən cavabda görürəm. Deməli, B variantını görürəm. Tələsməyək yenə də. Əsas bunu dedik, kimyəvi və üzvü aşınma intensiv gedir. Ekvatorial meşələri götürmək olar. İynəyarpaqlı meşələri götürmək olar. Su var, rütubətlik var. Yenə də baxaq, görək düz çıxırmı? 1-ə 4, 1-ə 4, 1-ə 4 düzgündür. Deməli, 2-də 3 var, 7 var. Aha, kimyəvi aşınma demişdik bayaq bunu. Yəni iynəyarpaqlı meşələr, bir də ekvator. Çünki mülayimlə ekvatorial enliklərdə kimyəvi üzvü aşınma intensiv gedir. 3, 7. Deməli, 3-ə 2, 5. 2, 5 yazmışam bura. 4-ə də 1, 6 yazmışam bura. Cavab B variantı. B variantı. Sonra 32-ci sual. Xəritə sxemi əsasən buxarlanma ilə buxarlanma qabiliyyəti arasında fərqin çox olduğu ərazilər, fərq çox olduğu deyirsə, isti ərazilərdir, quraq ərazilərdir. Deməli, bura 3 olacaq, burada olacaq, deməli 5 Atakama səhrası, 3 Sonor səhrası. Bir də biz götürə bilərik, 1-i götürə bilərik. Çünki sahillərdən soyuq okean cəryanı keçir. Buradan Peru cəryanı keçir, buradan Kaliforniya cəryanı keçir, buradan Somali cəryanı keçir. Deməli, cavab C variantı. Növbəti, demək, burada cavab oldu C variantı. Növbəti, baxırıq. 33-cü sual. Diaqramda Azərbaycanda yayılan iqlim tiplərinin faizlə nisbətinin təqribi bölgüsü verilibdir. Bu iqlim tiplərinə aid olan düzgün fikirləri qruplaşdırın. Burada faizlə verilib 50%, 1-dir, 2, 30%-dir. Deməli, 3, 20%-dir. Görək nə olan şeydir bu? İqlim tiplərinin faizlə. 50% yarımsahara və quru çöldür. Yarımsahara və quru çöl. 2, 30% mülayim isti iqlim, 20% soyuq və ya dağ tundra iqlimidir. Deməli, şollar düzüyü üçün keçərlidir. Bu 50%-ə aid. Orta Araz təbii vilayətində rast gəlinmir, mülayimə aiddir. Lənkəran ovalığı, Qanı-Xəriçay yayılıbdır, bu mülayimdir. Pambıq əkinləri üçün əlverişlidir, bu yarımsəhra quru çöldür. Respublikamızın yüksək dağlıq hissələrində ya soyuq və dağ tundra, bu da 3-ə aiddir. 1-ə AD, 2-yə BC, 3-ə Y cavab A variantı. A variantı. Bizdən də uyğunluğu soruşurdu. Aid düzgün fikirləri soruşurdu. Xəritə sxemdə hərflərlə göstərilmiş ölkələrin əhalisinə aid olan ümumi xüsusiyyətləri seçin. Deməli, təbii artım birinci tipi xarakteri bu, inkişaf etmiş ölkə olmalıdır. Nə soruşur bizdən ümumiyyətlə? Aha, doğrudan A burada ABŞ-dır, B burada Fransanı göstərib bizə. A ABŞ-dır, B Fransadır. Fransa. Aha. ABŞ-la Fransaya aid olan ümumi xüsusiyyətlər. Birinci tipdir təbii artımın. Yaş tərkibli uşaqların sayı daha çoxdur. Bu səhv fikirdir. Bu yaşlıların sayı çox olmalıdır. İqtisadi fəal əhalinin əsas hissəsi kənd təsərrüfatında çalışır. Kənd təsərrüfatında çalışmır, xidmət sahəsində çalışır. 2-3 çıxsan variantlardan 2-3 gedirsə 1, 5, 6 qalır Y variantı. Yenə də baxaq. Deməli,
əsas emiqrasiya mərkəzləridir. Bu səhvdir, çünki immiqrasiya mərkəzləridir. Bura köçüb gəlirlər bu ölkələrə. Qurba səviyyəsi yüksəkdir, 5-i düzdür. Əhalinin əsas hissəsi Hind-Avropa dil ailəsinə aiddir. ABŞ, Fransa düzdür. İndi 1, 5, 6 cavab Y variantı. 35. Doğru olmayan sıraları müəyyən edin. Olmayan sıralar. Mənşəyi verib, göl verib, yerləşən ərazi. Vulkanik yayladır, Qaragöl vulkanik yayla qəşəng vulkanikdir. Tektonik də götürmək olar. Bir düzdür. Bir düzdür olmayanı soruşur bizdən. Ona görə də biri çıxırıq biz. Birlər gedir, birlər getdi. Axmaz, batabat ola bilməz, səhvdir. Bu olmayanı soruşur. 2-ni götürməliyik biz. Çünki batabat deməli uçqun bənd mənşəli göldür. Naxçıvanda yerləşir. Onu 2-ni götürürük biz. Tektonik sarı su axmaz mənşəlidir. 3-ü də səhv verir bizə. 3-ü də götürürük biz. Sonra Axmaz, Ağgöl, Mil düzü 4-ü düz verib çıxırıq bunu. Deməli Uçqun, Maralgöl, Munov dağ silsiləsi 5-i düz veribdi. Maralgöl, Göygöl, Munov dağ silsiləsi. 6 bu doğrudur. 6 Axmaz, Hacıqabul, Salyan düzündə yerləşmir. Deməli Hacıqabul yerləşir cənub-şərqi Şirvan düzünə düşməlidir. Ona görə burada 6 səhvdir. 2, 3, 6 cavab B variantı. Növbəti sual 36. A iqtisadi rayonunun relyefi kürboyu düzənliklərdən, yüksəkliklərdən və dağlardan ibarətdir. Bu rayonda qızıl, mis, əhəng daşı, daş salahlı, bentonik idi. Bu daş salahlı deyirsə Qazaxdır, mis deyirsə Gədəbəydir, qızıl deyirsə Gədəbəydir. Ona görə də bu düşəcək Qazax Tovuz hissəyə düşəcək. Qazax Tovuz. Ona görə də Qazax Tovuzu yazaq burada. Buna aid olmayanları soruşur bizdən. Üzümçülük, kartofçu, tağçılıq, heyvanlarla inkişaf edib. Bu düzgün fikirdir. Biri çıxırsan, bir çıxılır. Tərkibində daxil olan bütün inzibat rayonlar xarici ölkə ilə həmsərhəddir. Məsələn, Şəmkir orada xarici ölkə ilə sərhəd deyil. Bu doğru olmayan fikirdir. 2. Rayon ərazisindən Bakı, Tbilisi, Ceyhan, Bakı, Subsa, neft kəmərləri keçir. Doğru fikirdə çıxırsan. 3 gedir. 3 düzdür. Deməli 3 getdi. Elə D variantı qalacaq, amma yenə də baxaq. Çünki 2 ilə başlayan D variantıdır. Enerji olan tələbatı Arpaçay su elektrik stansiyası ilə təmin olunur. Bu səhv fikirdir. Çünki onlar əsasən enerjiyə olan tələbatı Şəmkir çay su elektrik stansiyası ilə təmin olunur. Arpaçayda su elektrik stansiyası deməmişik biz. Su anbarı var. Amma bu arada Arpaçay ümumiyyətlə heç həmin əraziyə düşmür, Naxçıvana düşür. Ağstava çay desəydi başqa məsələ. Səhv fikirdir deyə olmayan kimi 4-ü götürürük. 5. Kənd təsərrüfatı yalnız suvarma deyir. Səhvdir çünki düzənlik varsa, yüksəklik, dağ varsa, dəmiyak inçiliyi olacaq orada. Ona görə bu da səhvdir. Bir iqtisadi rayonla həmsərhəddir. Bu da doğru fikirdir. Çünki belə deyək də əsasən onun sərhəd olduğu Gəncə Daşkəsən iqtisadi rayonudur. 2, 4, 5 səhvlərdir D variantı. 37-ci sual. Uyğunluğu müəyyən edin. Qazaxıstan, Türkmənistan verib bizə. Ərazisində buzatçı yarımadası yerləşir. Bu Qazaxıstana aid fikirdir. Bax 1, 2, 1 Qazaxıstandır. A-nı götürürük. Xəzər dənizində yerləşir. Ən şimallı buzatçı yarımadası. Qırğızıstanla sərhədi mövcud deyil. Qırğızıstanla sərhədi Türkmənistanın mövcud olmayacaq. 2-yə də B aiddir. Baxaq görək elə burada bir xəritə verib bizə. Verib xəritə, çox gözəl. Burada misal üçün Türkmənistandır. Düzdür. Burada Qazaxıstan, Qırğızıstan sərhədi var, amma Türkmənistanın Qırğızıstan sərhədi yoxdur. Xəritə verilib bizə. Deməli, sonra əhalisinin əsas hissəsi türk dil qrupunun Bulqar qoluna aiddir. Bulqar qolun biz yəni belə bir şey deməmişik. Bulqar qolu, yəni Türkmənistan, Qazaxıstan bunlar Bulqara aid deyillər. Bunlar Oğuza aiddirlər. Və Qazaxıstan Qırğıza aiddir, Türkmənistan Oğuza aiddir bu arada. C-ni çıxırıq, uyğunluğuna C-ni çıxsaq əgər C getsə 1-ə A, 2-yə B, 1-ə A, 2-yə B, CD qalır, D də gedir, C-yə qalır, D gedir. Deməli, ərazisində çöl və meşə çöl təbii zonası yayılmışdır. Bu Qazaxıstandır. 1-ə A, D, ona görə də cavab C variantı. 2-yə də baxaq, deməli,
Çayları yalnız daxili axar su hövzəyə aiddir. Xəzər dənizinə tökülür, Türkmənistanın. 2-yə də nədir? B-Y. Ərazisinə çöl, bunu demişik biz. A, D, B, Y. Cavab C variantı. 38-ə baxırıq. Ölkəmizin əhalisi ilə bağlı doğru fikirlər müəyyən edin. Əhalinin yaş təqvimi uşaqların üstünlüyü təşkil edir. Deməli, bizdə orta yaşlılar əsasən üstünlük təşkil edir. Bizdən doğru fikri soruşur. Bir səhvdir. Quba Xaçmaz və Lənkəran Asad İqtisadi rayonlarında türk dilli olmayan halk yaşayır. Bəli, türk dilli olmayan, çünki yekcins deyil də bizdə çox millətlidir, rəngarəngdir, mürəkkəbdir, milli azlıqlar var, talışlar Lənkəran, Astaradada, Qubada, qırıclardır, xınalıqdır, buduqdur, yəhudilərdir. Türk dilli olmayan xalqlar yaşayır. Deməli, biz 2-ni götürürük. Hacı Nohur Ceyrançılı əhali sıxlığı yüksəkdir. Xeyr, çünki ora quraq yerdir, isti yerdir, bentlin torpaqlar var. Ona görə 3 səhvdir. 1 ilə 3-ü çıxsa, 1, 1, 3 getsə, 2 qalıbdır. Bakı İqtisadi rayonunda əhalinin milli tərkibi mürəkkəbdir, əlbəttə mürəkkəbdir, doğru fikirdir. 2, 4 hər ikisində var. Şəki-Zaqatala İqtisadi rayonunda məskunlaşmış avarlar, ləzgilər, saxurlar Qafqaz dil ailəsinə mənsubdurlar. 5-i götürsək, bu da doğru fikirdir. Ləzgi həm Quba Xaçmazda var, həm də Şəki-Zaqatalada var. Doğru fikirdir. 2-dir, 4-dür, 5-dir cavab. B variantı. Kənd əhalisi əsasən miqrasiya hesabına artır. Xeyr, kənd əhalisi təbii artım hesabına artır. 6-nı çıxırıq. Doğru fikirlər istədi bizdən 2, 4, 5. Cavab B variantı. 39. Metallurgiya kombinatları əsasən yerli və idxal edilən daş kömür və dəmir filizi ilə işləyən ölkələr yerli, yəni ki, özündə olsun, idxal da ki, alsın. İnkişaf etmiş ölkələr idxal edəcəklər. Yerli, baxaq, inkişaf etmişlər elələri var ki, misal üçün, Kanada kimi özündə var. Avstraliya özündə var, CAR özündə var. Belə, bunu demişik biz. İsveç özündə var, misal üçün, dəmir filizi, amma daş kömür ola deyə bilmərik. Yerli deyirsə, onda biz burada Fransa getdi. Burada Böyük Britaniya getdi. Tələsməyək, yerliyə baxırıq. Rumuniyaya bir şey deməmişik, biz getdi. Çin, Rusiya, CAR qalır yerində. Qazaxıstan, Hindistan, Yaponiya. Yaponiyada heç nə yoxdur. Cavab D variantı olacaq. Çin, daş kömür var, dəmir filizi var. Ərazisi genişdir. Rusiya, daş kömür var, dəmir filizi var. CAR-da da həmçinin bunlar yerli xamalla işləyir. Amma Fransa, İtaliya, Yaponiya isə inkişaf etmiş ölkələrdir deyə ona görə də almalıdırlar, idxal etməlidirlər. Cavab burada D olacaq. D. Növbəti sual 40-cı sual uyğunluğu müəyyən edin. Deməli, çayları verib bizə, töküldüyü dənizi verib, mənsəbini yerləşdiyi ölkəni verib bizə. Deməli, Mekong Cənub Çin dənizə töküləcək. 2. Bu doğrudur. Mənsəbini yerləşdiyi ölkə Vyetnam götürə bilərik biz. Çünki Mekong düşür Hind-Çin yarımadasına, Cənub-Şərqi Asiyaya düşür. Orada da Cənub-Şərqi Asiyaya aid başqa bir ölkə yoxdur. 2-2-yə Nili götürəcəyik biz. Aralıq dənizi. O da aiddir Misir, Afrikada. Yukon aiddir, deməli, Bering dənizi. Bering dənizi isə əgər ABŞ-ı götürməliyik biz. Deməli, ABŞ-da A variantı. Baxaq hələ görə varmı bu variantda? 1-ə 2D, 2-yə 4C. 1-ə 2D, 1-ə 2D, 2-yə 4C. Cavab C variantı. 3-ə də 3A olmalıdır. Baxaq. 3-ə də 3A doğrudur. Növbəti. 41-ci sual cədvəldə əsasən doğru sıraları müəyyən edin. Doğrunu soruşur bizdən. Hindistan yarımadası yağıntılar il ərzində qeyri-bərabər paylanır. Çünki yay yağıntılı, qış quraq keçir. Çünki subekvatorialdır. Yayda ekvatorial hava kütləsi gəlir, qışda tropik hava kütləsi gəlir. Bu doğru fikirdir. 1. Mesopotamiya il boyu səpələnən radiasiya üstün. Mesopotamiya balığı səpələnən radiasiya il boyu düz radiasiya olmalı. Çünki tropik enliklərdə yerləşir. Bu səhv fikirdir. Böyük Səhra iyul ayında buxarlanma qabiliyyəti maksimuma çatır. Böyük Səhra iyul ayında buxarlanma qabiliyyəti maksimuma çatır. Çünki daha isti olur iyul ayında. 35 dərəcədən yuxarı olur. 40 dərəcədən ortalama temperatur yuxarı olur. 1-3. 1-3 burada A-da var, bir də C-də var. Tasmaniya adası siklonda külək saat əqrəbinin əksinə hərəkət edir. Siklonda belə deyək də, cənub yarımkürəsində tərsinə S-dir. Yəni, saat əqrəbinin əksinə hərəkət edəcək bu. Tasmaniya adası düşür cənub yarımkürəsinə. Ona görə bu söz dedim.
baxırıq. 4 qalsın, deməli 1, 3, 4. Burada 4-ü heç verməyib bizə. 1, 3 var, amma 4-ü verməyib bizə. Ona görə də 4-ü çıxırıq. Qrenlandiya səthində albidonun kəmiyyəti yüksəkdir. Bəli, çünki buz ərazidir. Doğru sıra istəyir. 1, 3, 5-i götürə bilərik. Cavab A variantı. 6-ya da baxaq. Yay adası Günəş bütün il boyu günorta vaxtı zenitdə olur. Bu səhv fikirdir. Günəş heç vaxt Yay adasında bütün il boyu ola bilməz. Yəni belə deyim də, deməli Yay adası 23,5-lərin arasında yerləşir. Yəni elə bir ölkə olmalıdır ki, gərək bütün il boyu 23,5-in arasında əhatə eləsin ümumiyyətlə. Orada il boyu günəş zenitdə olsun. Yay adasında ildə 2 dəfə, çünki 23,5-lərin arasında yerləşir deyə günəş ildə 2 dəfə zenitdə olur. Belə deməliyik. İl boyu yox. İldə 2 dəfə. Ona görə bu səhv fikirdir. 1, 3, 5 cavab A variantı. 42 müvafiq olaraq suvarmada əsasən yayda və qışda. Yayda və qışda. Yay deməli quraq keçməlidir, qış quraq keçməlidir. Görək. Mekong İravadi deyir ki, yayda orada suvarma olur. Mekong və İravadinin çaylarının suyundan suvarmada istifadə olunur. Mekong İravadi düşür cənub-şərqi Asiyaya, Hind-Çin yarımadasına düşür. Subekvatorialdır. Ona görə də yayda bol rütubətli olur. Bol rütubətli yağış düşdüyünə görə, bol rütubətli olduğuna görə suvarmada istifadə olunmur. Çünki dəmiyə əkinçiliyi olur orada. Ona görə bu səhvdir. Mekong İravadini qışda versəydi doğru olardı. Po və Fərat çayları. Po ilə Fərat çayları bunlar Aralıq dənizidir. Aralıq dənizinə düşür deyə, iqlim tipinə düşür deyə, yayda quraq keçir deyə suvarmada istifadə olunur. Bu doğru fikirdir. Doğru fikirdir. Qanq, Mekong, bunlar Qanq, Hind, Qanq, Brahmaputra, İravadi, Salvin, Mekong bu kimi çaylar deməli subekvatorialdır. Qışda quraq olur, tropik hava kütləsi gəlir, quraq olur deyə bunların ərazisi bu çaylardan istifadə olunur suvarmada. Cavab B variantıdır. Deməli, Yenisey, Lena bu ümumiyyətlə belə deyək, onların suyundan demək olar ki, suvarmada istifadə olunmur. Çünki subarktik zonaya düşür, arktik zonaya düşür, mülayim zonaya düşür. Bunu çıxırıq biz. Ob bu da olmayacaq, o da düşür elə Qərbi Sibir, Ovalın Sibirə düşür. Olmayacaq. Xuanxə yansızı yayda dəmiyə əkinçiliyidir bunların ərazisində. Çünki musson rejimlidir. Qışda olacaq suvarma, bu da olmayacaq. Cavab B variantı. Deməli, 43. Orta illik temperaturu 20-80 yüksək olduğu və düz günəş radiasiyasının il boyu hakim olduğu ərazilər üçün səciyyəvi əlamətlər. Orta illik temperatur 20-dən yüksəkdirsə, deməli belə çıxır ki, tropik işıqlanma qurşağı, isti qurşaqdır bir sözlə. Ekvatorial ərazini götürmək olar, misal üçün. Deməli, çünki ekvatorialda biz bilirik ki, orta illik temperaturu həmişə yüksək olur. Ən yüksək orta illik temperatur olduğu enlik ekvatorial enlikdir, ekvatorial qurşaqdır. Deməli, nə soruşur? Səciyyəvi xüsusiyyəti soruşur. Rütubətlər məsələn vahiddən kiçikdir. Ekvatorialdirsə əgər vahiddən böyük olar. Biri çıxıq, hələlik çıxıq biri. Birlər getdi. Yalnız ovalı öz xarakteridir. Yalnız sözü bu biraz düz gəlmir, amma yenə də fikirləşək 20-80 yüksək. 2 qalsın hələlik yadda. Çay əmələ imkanı zəifdir. 3-ü də çıxsaq əgər, çünki ekvatorial ərazi çay əmələ imkanı çox yüksək olacaq. 3-lər də getsə, qaldı bir dənə B variantı. Yalnız ovalıqlar üçün 3 çıxırıq. 1-3 çıxdı. Yalnız ovalıqlar səciyyəvi. Çünki dağlıq ərazi olsa, orada orta illik temperatur amplitudası 20-80 yüksək ola bilməz axı. Ona görə məcbur biz ovalıq ərazi götürməliyik. İsti olmalıdır. Dağa çıxanda soyuq olur çünki. Deməli, 2-ni götürdük, 5-ə baxırıq. Enən hava axınları deyir 4-də. Səhvdir, çünki qalxan hava axınları olmalıdır. Çünki ekvatorialdır bu. Deməli, tutqalı temperatur amplitudu yaranmır. Bəli, az olur, kiçik olur və ya yaranmır. Bu doğru fikirdir. Ekvatorialda azdır. Kimyəvi və üzvlaşma intensiv gedir. Doğru fikirdir. 2, 5, 6 cavab B variantı. Deməli. 44-cü sual. Uyğunluğu müəyyən edin fiziki coğrafi rayonlar Dağlıq, Şirvan, Şamaxı, Kürraz mərkəzi aran Gəncə verib bizə. Əkinçiliyin inkişafı qış otlaqlarının sahəsini azaldır. Əkinçiliyin inkişafı qış otlaqlarının qış otlaqları əsasən olur harda? Düzənlik ərazilərdə olur ki, çünki bizdə düzənlik ərazilər mülayim keçir, iqlimi mülayim keçir. Heyvanlar orada
Bəs şaxta vurmur necə deyərlər. Əgər Kür-Arazda əkinçiliklə məşğul olurlarsa, necə deyərlər, qış otlaqları azalmış olacaq. Çünki həmin ərazini şumlayacaqlar, qış otlağı azalmış olacaq. 2-yə deməli 1, 2, 3, 2-yə A aiddir. Meandrlar, axmazlar deyirsə Kür-Arazıdır bu. B-yə aiddir həm də. Yayı quraq keçən mülayim isti iqlim tipi mövcuddur. Yayı quraq keçən Şamaxıdır, çünki 4 rəqəmidir. Şamaxıda düşəcək Şamaxı hissə, Ağsu hissəyə düşəcək, Şamaxı hissəyə düşəcək. Əsasən Ağsuya düşəcək. Bura C aiddir, 1-ə C. Deməli, göllər əsasən uçqun bəndcə Gəncədir bu. Gəncə fizik coğrafi rayonu, çünki Murovdağ tərəfə yaxındır, uçqun bənddir. D. Metallurgiya sənəti inkişafı üçün yerli xam maliyyə Gəncədir bu da. Çünki daşkəsən var orada, filizlər çıxır. 3-ə də aiddir Y. Aha. Dəmir filiz çünki var. 1C, 2AB, 3DY. 1C, 2AB, 1C, 2AB, 3DY cavab Y variantı. Deməli, növbəti sual. Uyğunluğu müəyyən edin. Daşkəsən, Laçın, Kəlbəcər, filiz və qazıntıları soruşur bizdən. Çox gözəl. Daşkəsən, deməli, Hamançay, Dəmiroğlu, Daşkəsən 1-ə aiddir D. Deməli, Göydərə, İpək, Göydərə xromitdir. Kəlbəcərdə yerləşir. Deməli, Y. İpək də yerləşir Laçında C. Kastağ qaldı. Kastağ, Filizcək, Katecək, Kastağ. Bunlar yerləşir Balakən, Zaqatalada. Bura aid deyil. B-ni çıxırsan variantlardan. B variantlardan çıxılır. B çıxılır variantlardan. Narzanlı, Gilgəsçay, Narzanlı. Ağyataq, Şorbular, Levçay, bunlar düşür Kəlbəcərdə Civə yatağıdır. Gilgəsən, Narcanlı, Laçında Civə yatağıdır. C, A. Deməli, 1-ə D, 2-yə C, A, 3-ə Y. 1-ə D, 2-yə A, C, 3-ə Y cavab C variantı. Cavab C variantı. 46. Meridian üzrə ekvatordan 0 dərəcəli azimutla meridian üzrə ekvatordan 0 dərəcə azimutla yuxarı doğru 8769, yəni 8769 meridian üzrə getmişik biz. 111-ə bölməliyik. 8769. Bizdə də burada 111 kilometr verib. Bölü 111-ə 79 edir bu. 79 düzdür. Ekvatordan 79 yuxarı doğru gedirik. Çatacağıq hara? 79 şimal enliyə çatacağıq. Çatdığımız məntəqədən cənub tropik xəttinə qədər. Cənub tropik xətti haradır? 23,5 cənub enliyidir. Qədər deyir. Bunların arasındakı biz məsafəni tapmalıyıq. 79 deməli üstə gəl 23,5 102,5 edir cavab. Bunların cəmi 102,5-dir. Dərəcədir. Ən qısa məsafəni hesablayıb bəs yazın. Lap yaxşı. Elə 102,5-i biz vurarıq 111-ə. 111-ə vurarıq. İndi səbirli olaq. Ən qısa məsafəni soruşur da bizdən. Ən qısa. Deməli, vursaq 111-ə eləyir 11377 cavab A variantı. Növbəti. 47 uyğunluğu müəyyən edin. Qədim platforma, geosinkronal cavan platforma. Çox gözəl. Təkrar sualı dimdən düşüb sual. Necə deyərlər? Deməli, burada görürəm orta Rusiya yüksəkliyi var. Bu qədim platformadır. Getdi Aya. Meksika yaylası geosinkronaldır. Getdi B2-yə getdi. Qərbi Sibir ovalığı cavan platformadır. Getdi 3-ə. Pont dağları geosinkronaldır. Getdi D-yə. Yəni ki, D getdi geosinkronala. Amazon ovalı qədim platformadır. Getdi 1-ə A-yə. 1-ə A-yə, 2-ə B-də, 3-ə C. 1-ə A-yə, 2-ə B-də, 3-ə C. Cavab Y variantı. Növbəti sual 48. Uyğunluğu müəyyən edin. Aral dənizinin qurumasının səbəbi, Aral dənizinin qurumasının nəticəsi. Çox gözəl. Səbəbi insanlar ona səbəb olmuşdur. Deməli, ona tökülən çaylardan su sərfinin artması verib bizə. Xeyr, tələsməyin, lütfən hərəkəti yox. Suvarmaya tələbatın artması ona səbəbdir. Yəni, suvarmaya tələbatın artması deməli, çaylardan çəkiblər kanalları, ərazini suvarıblar, ona görə çay tökülməyibdir.
Aral dənizindən oranın qurumasına gətirib çıxarıbdı. 1-ə 3 Aral dənizinin qurumasının nəticəsi bəs nə olubdu? Duzlu toz fırtınaları torpağı yararsız hala salıbdı. Qəşəng. Bu da oldu onun nəticəsi. Çünki quruyub deyə suyu duz qalıb Mərkəzi Asiyadakı eol proseslərinin çox olduğu ərazidir. Orada deflyasiya olacaq, toz fırtınası olacaq. Səhra landşaftı azalması yox, artması olardı. 3 doğru idi, 2 doğru idi. Risoslar hərəkətinə ehtiyac yoxdur. Çayın su sərfinin artması, su sərfi artması yox, azalması desəydi başqa məsələ. Cavab Y variantı. Doğru cavab. Üzvü aşınmanın, üzvü aşınmanın zəif getdiyi məntəqələri müəyyən edin. Üzvü aşınma biraz rütubətli yerlər olmalıdır. Amma zəif getdiyi deyirsə quraq yerlər olmalıdır. 5-i götürərik, 4-ü götürərik, 6-nı götürərik, 2, xeyr, 4, 6, 4, 5, 6, 4, 5, 6 harada var? 4, 5, 6, bir də 1 var, 1-i görmədim, düzənliyə düşür. 1, 4, 5, 6, C variantı. Çünki fiziki aşınma gedəcək bu ərazilərdə. Növbəti sual. 50. Şimal yarımkürəsində tropik işıqlanma qurşağında yerləşən M məntəqəsində şimal yarımkürəsində yerləşir. 23,5 diqqətli olaq, 23,5-lərin arasında, amma şimal yarımkürəsində 0-dan 23,5-in arasında, yəni yerləşir şimal tropik işıqlanma qurşağında, şimal yarımkürəsində. M məntəqəsi günorta günəş şüalarının maksimum və minimum düşmə bucaqları arasındakı fərq 33,5 dərəcə olarsa, bu məntəqə hansı coğrafi enlikdədir? Yaxşı, baxırıq. Biz bilirik ki, ümumiyyətlə, tropik işıqlanma qurşağında olan hər hansı bir məntəqəyə günəş maksimum düşür 90 dərəcə. Çünki tropiklər arasında günəş zenitdə olur axı, maksimum 90 dərəcə düşə bilər. Minimum nə vaxt düşər? Minimum düşər, deməli, belə deyək də, sıfırdırsa bu da burada yerləşən bir dənə M məntəqəsidir, şimalda yerləşən M məntəqəsidir. 23,5 cənub enliyində günəş zenitdə olsa, bu məntəqə uzaq olaraq günəşdən, düzdür, ən uzağı 23,5 üzərinə zenitdə olandadır. Ona görə də bu məntəqəyə minimum düşər. Deməli, bunların maksimum və minimum düşmə bucaqları arasındakı fərq, yəni 90 çıxılsın minimum neçədirsə, 90 maksimum, yazıram bura maksimum, çıxılsın minimum, düz minimum neçədir? X bilmirik onu. Bərabər, yəni bunun fərqi neçə eləyəcək? 33,5 dərəcə edəcək, düzdür? 33,5 dərəcə deməli, edibsə 90 çıx 33,5-i tapaq orada minimumu. Görək, 90 çıx 33,5, 56,5 deməli 56,5 minimum düşürmüş bu məntəqəyə. Onda belə edək, 23,5 ilə bu məntəqə arasındakı məsafə belə deyək də 56,5-dir. Yəni biz 23,5-dən çıxarıq 56,5-i, deməli, belə deyək də, olmadı. Deməli, bir dəfə də baxaq, bu hissə biraz səhv getdi. Deməli, minimum bilirik ki, 56,5 düşür bu öz yerində. Bu məntəqəyə düşünək ki, 56,5 dərəcə düşür. Düşürsə, gəl bunu hesablayaq. Baxaq, 90-dan bu səfər çıxsaq 56,5-i, bu etməlidir, deməli, 90 çıx 56,5, 33,5 etməlidir. 33,5, yəni M məntəqəsi ilə zenit arasında 33,5 dərəcə fərq olmalıdır. 23,5-dən çıxanda 33,5-i, 23,5 çıxanda 33,5-i eləyir 10. 10, yəni M yerləşəcək 10 dərəcədə. Bu məntiqə hansı coğrafiyada 10 dərəcədədir. Cavab Y variantıdır. Bunun başqa bir variantı bəs necədir? Variantları gətirib yerinə qoymaqdır. Variantları yerinə qoyan tapılacaq. Misal üçün, belə göstərək bunu.
10 dərəcə gətirib qoysaq yerinə, tutalım 10 dərəcə şimal enliyi. Düzdür ki, yoxlayaq bunu. Görək fərq 33,5 eləyəcək yoxsa yox. 10 dərəcə şimal enliyi. Bizdik ki, biz 23,5 və 23,5-lər arasında yerləşib deyə 10. Ona görə də 90 dərəcə düşəcək. Bunu bilirik. 10 şimal enliyi. 90 dərəcəni bildik. Düzdür? İndi minimum düşmə bucağa baxaq. 23,5 arasında nə qədər fərq var? 33,5. 90 çıx 33,5 56,5. Minimum budur, 56,5-dir. Maksimum 90 dərəcədir. Bir maksimumla minimum arasındakı fərq 33,5. 90 çıx 56,5 33,5. Demək doğru cavab alınır. Yəni yerinə qoymaq tapmaq olardı. Cavab Y variantı. Növbəti bu da demin təkrarlanmış sualıdır. Deməli. Burada bizə deyir ki, AB xətti üzrə relyef profilinə uyğun olan diaqramı müəyyən edin. Nəzərə alın ki, kəsmə yüksəkliyi 5 metrdir. Baxırıq. Burada 100 metri verib bizə və biz baxmalıyıq ki, Berqiştrik burada içəri doğru gedibdir. Burada çökəklik var bir növ. Aha. B nöqtəsi 100 ilə 105-in arasında baxaq və düz düşür hara? 105-ə düşür. 105. Çünki 100 buradadır, çökəklikdir. Biraz yuxarı, bunlar nə olur? Yuxarı qalxırsan da istərsəməz. B olur neçə? 105. 5. B 105-dir. Aya baxırıq. Deməli, əgər bura 105-dirsə, yavaş-yavaş nə olur? Bura belə deyək də, çökəklikdir. Necə deyərlər? Çöküb bura. Yenə də baxaq, dağı görürəm də buradan. Çöküb bura. Biraz da yaxınlaşdıraq bunu. Yaxınlaşdıraq, baxaq. Aha. A neçə olacaq? 105, 100, 95, 90. A yerləşəcək 90-da. Elə bil ki, bu buradan belə sürətlə yuxarı qalxıb, sonra yavaş-yavaş gəlib, sonra yenidən sürətlə yuxarı qalxıb, neçəyə qalxıbdır? Bura 110-dursa, 110, bura 115-dir, bura 120-dir. 120-dən biraz ortalarda, biraz 120-dən yuxarı qalxıb. 120-dən yuxarı qalxıb, sonra 120-dən yenidən aşağı düşüb, nəyə kimi? 105-ə kimi. 90-dan qalxıb 120-yə, sonradan düşüb 105-ə kimi. Görə belə bir şey var. Deməli. Aha, burada var. 105 çox gözəl. Bax, 90-dan, amma bu Y olmayacaq, çünki 90-dan başlamır A. Burada C olmayacaq, 90-dan başlamır A. B qala bilər. A olmayacaq, 90-dan başlamır, qaldı B. Amma 120-yə kimi bu qalxmayıb da, düzdür? İndi gəl baxaq, bu da olmadı. Qaldı bir dənə burada hansı variant? D variantı qalır. Çünki burada 120-yə kimi, 120 yuxarı qalxır, sonra düşür neçəyə? 105-ə kimi düşür. Əla, super. Növbəti sual. Deməli. Əla. Xəritə sxemində hərflərlə göstərilmiş ölkələr üçün ümumi olan xüsusiyyətlər hansılardır? B verib burada Liviyanı, C verib Yəməni, A da olur Somali. Deməli, Liviyadır, Yəməndir, bir də Somalidir. Tropik hava kütlələrinin təsirindən məruz qalırlar. Subekvatorial deyə Somali tropik hava kütləsi təsirinə məruz qalacaq. Yəmən də düşür elə tropik enliklərə məruz qalacaq. B də subtropika lap düşsə də yenə tropika məruz qalacaq. Həm də tropika onun bir hissəsi nə olur? Bu aşağı hissəsi düşəcək. Bu doğru fikirdir, ümumi cəhət soruşur bizdən. Bir düzdür. İnsanın inkişaf indeksinin yüksək olduğu ölkələrdir. Qətiyyən belə bir şey ola bilməz. Çünki insanın inkişaf indeksinin yüksək olduğu ölkələr yüksək inkişaf eləmiş ölkələrdir. Bunlara məsələn Kanada, ABŞ, Böyük Britaniya, Qərbi Avropa, Yaponiya götürmək olar. Bu iki səhvdir, ümumi cəhət deyil. 2-ni çıxırıq variantlardan, 2 getdi. 1-i götürsək əgər 1, B ilə C qalır.
Deməli, iqtisadi fəal əhalinin əsas hissəsi iqtisadın 3-cü və 4-cü sektoruna çalışır. 3-4-cü sektor informasiya, 4-dür, 3 də xidmətdir. Bunlar 1 və 2-ci sektora çalışa bilərlər. Deməli, 3 3 olmayacaq bunlar üçün. Ona görə də B variantı getdi. Əhalinin əsas hissəsi Afrasiya dil ailəsinə aiddir. Bəli, çünki ərəb ölkələridir bunlar əsasən götürmək olar. 4-ü ərazilərində günorta vaxtı şaquli cismlər kölgəsinin olmaması müşahidə edilir. Olmaması nə deməkdir? Yəni əgər tropik işıqlanma qurşağında yerləşirlərsə, tropik işıqlanma qurşağında, bu qırıq xətt buradan kömək göstərir bizə. Buradan gəlir. Düzdür, o buradan gedir. Bir də aşağıdan gedəcək, düzdür? Bunların arasında yerləşirlər deyə istər-istəməz ərazilərində, bunun da ərazisində, Liviyanın da ərazisində günorta elə bir vaxtı şaquli cismin kölgəsi olmaya bilər. Çünki zenitdə olacaq, kölgə yaranmayacaq. 1, 4, 5 cavab C variantı. OPEC təşkilatına üzvdürlər. Yəmən, misal üçün, biz onu neft ölkəsi kimi tanımırıq. Somali neft ölkəsi kimi tanımırıq. Belə. Ona görə də Liviya ola bilərdi, amma Yəmən və Somali olmayacaq. 6 nədir? Səhvdir. 1, 4, 5 C variantı. Növbəti 53. Xəritə sxemasının cədvəldə doğru sıralar müəyyən edin. Düzən meşə landşaftı yayılmışdır. AC verib bizə. AC doğru fikirdir. İnterzonal landşaftlar deyə. 1 doğrudur. Qışı soyuq keçən yarımsahara quru çöl iqlim yarım tipi səciyyəvidir. Qışı soyuq keçən yarımsahara. Qışı soyuq keçən B-də ola bilər. D-də qətiyyən. Qışı mülayim keçəndir. Ona görə də burada 2 səhvdir, 1 düzdür. Ölkəmizdə əhali sıxlığı ən az olan düzənliklərdir. Ən az sıxlıq olan düzənlikdir. AC verim. AC. Xeyr, ən az yox, ən çox sıxlıq olan düzənlikdir. A ilə C. 3 də səhvdir. Paleogen yaşlı çökmə süxurlar geniş yayılmışdır. Deməli, AD verib bizə. AD paleogen D-də ola bilməz. 4-də səhvdir. Çünki paleogen harda var? Paleogen Talış, Zəngəzur, Şahdağ, Şamaxıda var. Düzdür? Ona görə də burada D-də ola bilməz paleogen. 4-də səhvdir. Orta illik yağıntıların miqdarı 500 mm-dən azdır. BD. Çünki yarımsahara quru çöldür. Əlbəttə 500-dən azdır. 200 maksimum 400-ə qədərdir. Burada 300-ə qədərdir. Burada 400-ə qədərdir maksimum. 200, 400, bu da 200, 300. Belə. Cavab 1, deməli, bir də 5 oldu. 1-5. 1-5 cavab. Növbəti 54. Azərbaycanın kənd təsərrüfatı ilə bağlı doğru fikirlər müəyyən edin. Yarımsahara və quru çöl iqlim doğru fikri soruşur. Şəraitində suvarma əkinçiliyi inkişaf edib, düppədüzdür bu suvarma əkinçiliyi yarımsahara quru çöl iqlim tipindədir. Mülayim isti iqlim şəraitində həm tumlu, həm də qərzəkli meyvəçilik inkişaf edib. Mülayim isti iqlim şəraiti Quba Xaçmazda misal üçün yağıntıları bərabər keçən mülayim isti iqlim var, 5 rəqəmi, tumlu meyvəçilik var. Qərzəkli meyvəçilik Şəki Zaqdalıdadır. Orada da 3 rəqəmi var. Qışı quraq keçən mülayim isti iqlim Qanı Xərçəy vadisinə düşür. Ola bilər 2 düzdür. Sitrus meyvəçiliyi də ola bilərdi, yayı quraq keçən. Amma onu verməyib bizə. Şabaldı və qəhvəyi torpaqların yayıldığı ərazilər əkinçilik üçün əlverişli deyil deyirsə bu səhvdir. Çünki məhsuldar torpaqlardır əslində şabaldı ilə qəhvəyi. Olmalı idi əslində orada. Boz və sarı torpaqlar sitrus, boz olmayacaq, bu səhv fikirdir. Sarıda sitrus meyvəçiliyi olacaq. Yay otlaqları soyuq iqlim tipində formalaşır. Yay soyuq iqlim tipində bəli, yay çünki dağdadır. Çünki yayda aparılmalısan ki, dağlıq əraziyə soyuq iqlim tipinə ki, qoy sərin keçsin yayda həmin ərazilər. 5 doğrudur. 1, 2, 5, 1, 2, 5, 6-ya baxaq. Taxılçılıq və üzümçülük yalnız dəmiyə şəraitində bu yalnız sözü səhvdir. Çünki taxılçılıq, üzümçülük həm düzən olan ərazidə ola bilər, suvarmada, həm dağlıq ərazidə ola bilər, dəmiyə əkinçiliyində. 6 səhvdir. 1, 2, 5, cavab 1, 2, 5. Növbəti. Deməli, 55-ə baxırıq. Okeanın müxtəlif çökəkliklərinə ixtilafdan göndərilmiş səs siqnalı birinci çökəkliyin dərinliyinin 6900 metr olduğunu, 6900-ü deməli biz bölsək 1500-ə, sonra nə deyir? İki çökəkliyin dərinliyi isə
4800-dür. Onu da bölsək 1000 bölsə, düzdür? İkisini də bölsək 1000 bölsə, tapacağıq biz dərinliyi. Hər ikisinin dərinliyi tapacağıq. Bizdən nəyi soruşur? Bu çökəklərə səs siqnalının gedib qayıtma müddətləri arasındakı fərqi hesablayın saniyə ilə. Lap yaxşı. Biz belə edərik də onda. Əslində 6900-dən 4800-ə çıxıb 1000 bölsə bölə bilərik. Birinci gəl bunları belə edək. Birinci bölək bunları. Çünki başqa nə variant olacaq? 6900 bölünsün deməli 1500. Bakalım 4,6 bu edir. 4,6. Digəri isə deməli 4800 bölünsün 1500. 3,2 də digəri edir. 3,2. Bunlar hər ikisinin getməsidir, yəni dərinliyidir. Burada da 4,6 gedib, burada da 3,2 gedib. Nə qədər fərq var arasında? Deməli, 1,4 fərq var. Yəni bunların fərqi 1,4-dür. Amma getməsinin fərqi 1,4-dür. Yaxşı, 1,4-dür. İndi belə bir şey deyim. Gedib qayıtması. Demək 4,6 saniyə gedib, düzdür? 4,6 saniyə qayıdıb. Toplamalıyıq. 9,2. 3,2 gedib, 3,2 qayıdıb. 6,4. Əla. Tapdıq bunları. Bunların gedib qayıtmasını demişdi bizə. 9,2, 6,4. Arasındakı fərqi tapın. 9,2-ni 9,2-dən çıxarsan 6,4-dür. 2,8 edəcək. Deməli, fərq nə olacaq? 2,8. Dərinliklərini biz tapmışdıq. Fərqini 1,4. Onu vursaydıq 2-yə gedib qayıtmaya 2,8 edəcəkdi o da. Belə. Cavab 2,8. 56. Doğru fikirləri müəyyən edin. Ölkənin qonşu ölkələrə nəzərən mövqeyi makro mövqeyidir. Qonşu ölkələrə nəzərən mövqeyi mikro mövqeyidir. Biri çıxırıq. Xəzər sahillərində yerləşən yalnız iki ölkənin dünya okeanına birbaşa çıxışı mövcud deyil. Xəzər sahilində Qazaxıstanın, Azərbaycanın, Türkmənistanın, yəni bu üç ölkənin dünya okeanına çıxışı birbaşa mövcud deyil. Üç ölkənin. Ona görə də bu da səhvdir. Çünki belə deyək də, Rusiya ilə İran da yerləşir Xəzər dənizi sahilində, onların çıxışı var. Braziliya, Avstraliya, Kanada dövlətləri dünya okeanının geniş iqtisadi zonaya malik ölkələrdir. Braziliya, Avstraliya, çünki bunların okeana çıxışı var, doğru fikirdir. Nigeriya və Hindistan əhalinin milli etnik tərkibinə görə federativ ölkələrdir. Bəli, milli etnik tərkibinə federativdir. Nigeriyada məsələn 200-dən çox millət var. 4, düzdür. Mərakeş və Yaponiya konstitusiya monarxiya ölkələr qrupuna aiddir. Doğrudur, Mərakeş. Lesotho, Eswatini, bunlar Cənub, deməli Afrikada olan bəs konstitusiyalı monarxiyadır. Yaponiyadakı Şərqi Asiyada olandır. 3, 4, 5. Vyetnam, Butan, Laos dünya okeanı birbaşa çıxışı var. Laosun dünya okeanı çıxışı yoxdur. 6 səhvdir. 3, 4, 5. Cavab 3, 4, 5 doğru fikirlərdir. Doğru fikir. Uyğunluğu müəyyən edin. Yaponiya, Almanya, İspanya. Musson iqlim tipi xarakterlikdir, əlbəttə ki, Yaponiyada. 1, 2, 3 yazaq. Musson Yaponiyada. 3 yarımkürədə yerləşir. İspaniyanı kəsir deyə Greenwich. İspaniya 3 yarımkürədə yerləşir. 3-ə aiddir B. Əhalisinin əsas hissəsi German dil qrupuna aiddir. German bu Almaniyadır. 2-yə C. Zeytun istehsalına görə dünyada qalıcı yer tutur. Əlbəttə ki, İspaniyadır. D. Ərazisində Kobe limanı yerləşir. Yaponiyadır. Bu da Y. 1-ə A, Y, 2-yə C, 3-ə B, D. Baxırıq situasiyaya. A dağları 2 yarımkürədə yerləşir. Bu dağların yamaclarına isti okean cərəyanları təsir edir. A dağları 2 yarımkürədə yerləşir. Bu dağların yamacına isti okean cərəyanı təsir edir. 2 işıqlanma qurşağında yerləşir. Bu dağlar inkişaf etmiş ölkələrin ərazisində A dağlarının yerləşdiyi yarımadanın sahillərini bir neçə dənizin suları yuyur. Bir dəqiqə baxaq buna. Belə olmalı. Bir neçə dənizin suları yuyur.
Bu dağların şimal hissəsi gecə və gündüzün adi növbələşməsi pozulur deyirsə, bizə köməklik göstərdi burada. Deməli, qütbə düşür bu dağlar. Ya Uraldır, düzdür? Deməli, Ural 2 yarımkürədədir, qütbə düşür. Ya Skandinaviyadır, 2 yarımkürədir, qütbə düşür bir hissəsi, dağları. Ya Kordilyer dağlarıdır, 2 yarımkürədir, qütbə düşür bir hissəsi. Bunları götürə bilərik. Yəni üçündən birini götürməliyik. Aha. İnkişaf etmiş ölkə deyirsə, Uralı çıxırıq. Rusiyadır çünki. İnkişaf etmiş ölkə deyirsə, onda Kordilyer qalır və Skandinaviya dağları qalır. Qəşəng. Yarımada deyir, yerləşik yarımada. Sahilləri bir neçə dəniz suları yuyur. Deməli, Skandinaviya yarımadasıdır. Skandinaviya dağlarında. Bir də Alyaska yarımadası ola bilər. Kordilyer dağlarında. Əla. Bura kimi gəlmişik. A dağları dövrlərinin sayı ən çox olan geoloji. A dağları dövrlərinin sayı ən çox olan, bu yarısı düşməyib də indi burada. Ən çox geoloji erada yaranmışdır demək istəyir. Çox olan geoloji yaranmışdır. Misal üçün, Skandinaviya olsa, Paleozoid da dövrlərinin ən çox sayı. Deməli, Kembri, Ordovik, Silur, Devon, Karbon, Perm. 6 dənə dövrü var. Kordilerdəki Mezozoyda formalaşıbdır. Sonradan Alpda yenidən qırışıqlığa məruz qalıbdır. Mezozoyda 3 dənə dövrü var. Trias, Jura, Təbaşir. Tapıldı. Skandinaviya dağları. Skandinaviya. Super. İndi Skandinaviya. Bəli. Onun ərazisindən bol sulu və sürətli çaylar. Sürətli çaylar. Skandinaviya bol sulu. Norveç misal üçün enerjiyə görə dünyada fərqlənirdi. 938 dənə su elektrik stansiyası vardı. Ən böyüyü Alta su elektrik stansiyası idi. Adaqlarının yerləşdiyi ölkələrdə əhalinin həm doğum, həm də ölüm səviyyəsi aşağıdır. Elə budur ki, var. Bu Norveçə, İsveçə aid olan bir xüsusiyyətdir. Çünki doğum da aşağıdır, ölüm də aşağı. Çünki yüksək inkişaf edibdir, ölüm halları azdır. Yüksək inkişaf edibdir, hər kəs karyera qurur və təbii artım olmur. Deməli, baxırıq, 8-ə baxırıq. A dağları ümumiyyətlə, mətndə A dağları və onun ən yüksək zirvəsinin adını. A dağları olacaq Skandinaviya dağları. Skandinaviya. Onun ən hündür zirvəsi Qalxapikgen. Qalxapikgen. Zirvəsinin adını deyir ha, düzdür? Zirvəsinin hündürlüyünü soruşmur. Mötərizədə yaza bilərik ki, 2469. Düzdür? Heç yazma. Çünki səndən zirvənin adını soruşur. Dağ budur, zirvənin adı da budur. Əla. Yerləşdiyi işıqlanma qurşaqlarını təbii ki, qütb dairəsi keçir oradan. Bunu bəs hardan bilə bilərdik biz? Burada xəritə onsuz da bizə verəcək. Xəritə verməlidir. Baxaq. Xəritə var burada. Burada qəşəng qütb dairəsinin keçdiyi xəritəni verib bizə. Görürük ki, burada Skandinaviya dağları var və qırıq-qırıq xəttə düşür 66,5 qütb dairəsinə. Həm mülayim işıqlanma qurşağıdır, həm qütb işıqlanma qurşağıdır. Əla. Görürüz, xəritə var. Baxırıq. Deməli, hansı işıqlanma qurşağına yerləşir? Bu bir. Nöqtəli virgül qoydu, getdi. İkincisi, altda yazırsan ki, bəs şimal, mülayim. Bunu yazdıqdan sonra, deməli, mülayim, bəli. Və yazırıq, şimal, şımı, qütb işıqlanma qurşağında yerləşir. Bunun ikisini yazdıq. Sonra, A dağlarla eyni geolojiyada yaranmış dağ silsiləsini müəyyən edib, nə deyir? İşıqlanma yerləşib və bu işıqlanma qurşaqlarını yazdım və bu işıqlanma qurşaqlarında yerləşib A dağları ilə eyni geoloji erada yaranmış dağ silsiləsini müəyyən edib cədvələ yazın. Əlbəttə, Ural bayaq demişdik biz. Ural. Yazırıq Ural dağları. Düzdür? Bu hazır. 1.
9,15. Mətn əsasən ad ağlarına uyğun gələn xüsusiyyətləri müəyyən edib cədvəldə müvafiq olaraq yazın. Cədvəli mən bilmirəm nə yazılıb orada. Amma uşaqların verdiyi məlumata görə isə burada cədvəldə olanlar nələrdir? Ad ağlarına uyğun gəldiyi xüsusiyyətlər, yəni onun yerləşdiyi, misal üçün ölkələr. Ölkələr Skandinaviya əgər dağlarıdırsa bu, olacaq Norveç, ölkə olaraq Norveç və İsveç olacaq. İsveç. Sonra müəyyən cədvələ müvafiq olaraq yazın, tamam. Başqa nə olacaq? Onu əhatə edən dənizlər. Misal üçün Norveç dənizi var, Norveç dənizi, daha doğrusu Skandinaviya yarımadasını əhatə edən dəniz deyirsə, Baltik dənizini də götürəcəm. Baltik. Skandinaviya dağlarını desəydi, Norveçi, Şimal dənizini götürə bilərdim. Hətta Barents dənizini də götürə bilərdim. Amma yarımada deyirsə, bəli, Norveç düz, Baltik düz, Şimal dənizi düz, hətta Barents dənizini də götürmək olar. Amma orada deyəsən bizdən 3 dənə soruşurdu dəniz. Və özü belə soruşurdu. 4 yarımkürədə yerləşən okeanın dənizləridir. Yəni Atlantik okeanı. Əslində Sakit okeanda yerləşir 4 yarımkürədə, amma buraya uyğun olan Atlantik okeanıdır. Bu da belə. Başqa. Sonra bu bitdi deyəsən. Başqa nə var idi orada? Başqa heç nə. Cərəyan keçir soruşmuşdu. Bəli, Norveç cərəyandır. Norveç qabağında yazsan isti cərəyan. Əla. Bitdi. 60. Ad ağlarının yerləşdiyi ölkə adlarını yazmışıq. Norveç, İsveç. Bu ölkələrin əhalisini, yəni bura yazmalıyıq da bunu. Bu ölkələrin əhalisi əsas hissəsinə aid olduğu dil qrupu Germandır. German dil qrupudur. Təbii artım tipi birinci tip mötərizədə müasir. Deməli, keçid mərhələsi olacaq 4-cü mərhələ. Bu qədər. Uğurlar.